Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə mərkəzin qarşısında xalqımızın ümumilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, müstəqil Azərbaycanın xilaskarı, memarı və qurucusunun əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbir Heydər Əliyev mərkəzinin geniş salında Azərbaycan dövlət himninin səslənməsi, vətənin müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin və ümumilli liderimiz Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Öncə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. Sonra tədbirdə çıxış edən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyinin qorunmasını və inkişaf yoluna çıxmasını təmin edən tarixi dönüş nöqtəsidir. Ümumilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ölkəni siyasi və iqtisadi böhrandan xilas edərək sabitliyin bərpasına, dövlətçiliyin möhkəmlənməsinə və milli inkişaf strategiyasının həyata keçirilməsinə zəmin yaradıb. Rayon rəhbəri qeyd vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilərək Azərbaycanın iqtisadi gücü, beynəlxalq nüfuzu və hərbi qüdrəti daha da artırılıb. Ölkə tarixi zəfərə imza atıb. Çıxış edən Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və digər natiqlər bildirib ki, 15 iyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün ümumilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub. Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub. 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Həmin dövrdə 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Bununla da Azərbaycanın ən yeni tarixində növbəti uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə milli qurtuluş kimi yazılıb. 15 iyun 1993-cü il Milli Qurtuluş Gününə həsr olunmuş tədbir idi. Qeyd etdiyim kimi, ümumiyyətlə xalqın, dövlətin tarixində, təqvim tarixində qeyd olunan hər bir günün özünün siyasi, mənəvi əhəmiyyəti var. Tədbirdə ictimai televiziyada keçirilən əlaçı verilişinin qalibi olmuş 11-ci sinif məzunu rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərman və hədiyyə ilə və həmçinin ümumi təhsil məktəblərinin müəllimləri arasında Ulu Öndərin adına keçirilən şahmat turnirinin qalibləri isə fəxri fərmanla təltif edilib. Qurban Vidadioğlu, Kamran Əskiparalı bu gün informasiya proqramı üçün.